Bilirsiniz ki, qlobal miqyasda təbii artımda əslində ləngimə var, amma Azərbaycanda heç vaxt bu olmayıb. Çünki Azərbaycan həm Sovet dövrünə qədər, həm Sovet dövründə çoxuşaqlı ailə trend olub Azərbaycanda. Bu həm də Azərbaycanın ənənəvi cəmiyyəti olması ilə izah olunur ki, cəmiyyətdə arxetiplərimiz, ağsaqqal, ağbirçəklər ailə planlaşmasına da hətta müdaxilə edirdilər və çoxuşaqlı ailə bir trend halındaydı. Və Sovet dövründə də bu itkilərin yerini doldurmaq üçün dövlət tərəfindən motivasiya edici, demoqrafik dəstək tədbirləri həyata keçirilirdi ki, təbii artım olsun və itkilərin yeri dolsun. Hətta Azərbaycanda qəhrəman bilirsiniz ki, ana adı alanlar var idi və çoxuşaqlı ailələr xeyli statistikası var idi. Uşaq pulu deyilən sosial müavinətlər verilirdi. Amma müstəqillik əldə etdikdən sonra cəmiyyət artıq qlobal cəmiyyətə inteqrasiya olunan sonra gördülər ki, heç də çox uşaqlı ailə yox, az uşaq olsun, keyfiyyətli böyüsün kimi düşüncədə oldular insanlar. Ona görə bir uşağa, iki uşağa və ən yaxşı halda üç uşağa üstünlük verməyə başladılar. Azərbaycanda təqribən iki uşaqlı ailələr üstünlük təşkil edir. Amma qeyd eləməliyəm ki, təbii artım və ləngimə də bizdə müşahidə olunur. Çünki son 22 il ərzində təqribən ölkə azı 26,4% artıb, amma halların sayı 99,44% artıb. 2023-cü ilin statistikasında da bilirsiniz ki, 15% enmə müşahidə olunur təbii artımda. 24-cü ildə də oxşar tendensiya özünü göstərdi. Yəni yenə də enmə müşahidə olunur. Hətta 2030-cu ilə qədər proqnozlaşdırmada qeyd olunur ki, 2030-cu ildə ümumiyyətlə təbii artımda tam dayanma müşahidə oluna bilər. Əgər preventiv tədbirlər görülməsə, önləyici tədbirlər görülməsə, demoqrafik siyasət tətbiq olunmasa. O ki qaldı çoxuşaqlı ailənin 5-dən 3-ə endirilməsi ilə bağlı. Bu yaxşı təşəbbüsdür, yaxşı təklifdir. Güvənirəm ki, əgər o tətbiq olunarsa, qanun qüvvəyə minərsə, Azərbaycanda uşaqlı ailəyə üstünlük verən ailələrin sayı çoxalacaq. Yəni təbii artım və demək müsbət dəyişiklik müşahidə oluna bilər. Çünki çoxuşaqlı ailəyə aid olan imtiyazlar, yəni hər uşağa verilən müavinətlərlə bağlı 5 uşağa verilən, deməli 5 uşaq olan ailəyə şamil olan imtiyazlar 3 uşaqlı ailəyə şamil olunacaq. Əlavə deməli üstünlükləri də olacaq. Ailə üçün bu həm ailənin rifahı baxımından yaxşı bir təşəbbüsdür, həm də təbii artımı təşviq etmək baxımından yaxşı bir alətdir. Yəni çoxuşaqlı ailənin 5-dən 3-ə endirilməsi hesab edirəm ki, bəli, ailə planlaşmasında üç uşaqlı ailəyə üstünlük verənlərin sayında artım müşahidə olunacaq və beləliklə də təbii artım da arta bilər. Eyni zamanda ailənin sosial rifahına da bu dəstək kimi yüksək qiymətləndirilməlidir.